Və belə yox, belə indi kamerayı da belə qoysam qurtardı. Uşaqlar, ümid edirəm videonu bəyənərsiniz. Bəyəndiyseniz altdan kanala abunə olub video like atmağı yaddan çıxarmayın. Belə çox üzrü sayın sizin üçün belə təzə video çəkə bilmədiyim çünki işlərim çox idi, bilmirəm. Çatdıra bilmirdim, eləyə bilmirdim. Onun üçün sizə 2025-ci ilin son günü üçün düzgün bir video çıxara bilmədiyim. Bunun üçün sizdən çox üzr istəyirəm. Ümid edirəm 2026-ya sevdikləriniz ilə bir yerdə girərsiniz. Bu video 2025-ci ilin son videosuydu və bunu da uğurla sizlərə paylaşdım. Siz bu videoya baxan yerdə mən böyük bir ehtimalla işdə olacağım, amma axşama yaxın təbii ki gələcəm. O sizlik bir şey deyil, narahat olmayın. Bəs 2025-ci ildən 2026-cı ilə giriş olaraq bir yayın açacağım? Təbii ki yox, çünki uşaqlar o yerlərdə heç vaxt canlı yayında olmayın. Canlı yayın izləməyin və sevdikləriniz ilə bir yerdə o son saniyələri yaşayın. Və 2025-ci ildən 2026-cı ilə giriş, yəni 31-i axşam saat 12-də canlı yayınların başını bırakın. Option birbaşa sevdiklərinizlə bir yerdə bu günü keçirdin. Bu video ilə 2025-ci illə sağollaşırıq. Bu günə kimi mənə dəstək olan hamıya çox təşəkkür edirəm. Uğurlarınız bol olsun. İnşallah 2026-cı il bizim üçün çox yaxşı keçər. İnşallah böyük bir uğur ilə 2026-cı ilə girərik. Təki o bizə girməsin. Neyse, özünüze yaxşı baxın. Bir sonraki gələn il, yəni 2026-cı ildə görüşmək üzrə.